Hamıya salam dostlar, hər vaxtınız xeyir olsun. Bugün biz çoxlarının yaralı yeri haqqında danışacağıq. Əməliyyata giriş nöqtələri və time framelərdən necə düzgün istifadə etmək lazımdır. Gəlin çox vaxt itirmədən keçək dərsimizə və görək bu dərsdə bizim nə gözləyir. İlk öncə dostlar, biz analiz eləyəndə sadəcə tövsiyə edərdim ki, günlük qrafikdən başlayasınız. Günlük time frame-dən sonra biz keçirik H4-ə, yəni 4 saatlıq, daha sonra H1, yəni 1 saatlıq time frame və ondan sonra artıq dostlar M15, M5 və yaxud da ki M1. Bu bizə nəyə görə lazımdır dostlar? Bu bizə ümumi trendin analizi üçün lazımdır. Biz ümumi günlük qrafikdə baxırıq ki, hansı ki bizdə şamın biri bir gün gedir, yəni bunu nəzərə almaq lazımdır. Ümumi biz vəziyyətə baxırıq ki, deyək ki, D-də bizdə yuxarı trend gedir. Deyək ki, okey, D-də bizdə yuxarı trend gedir. Okey, bunu artıq başa düşdük. Məsələn, bunu özümüzdə qeyd eləyirik ki, yuxarı. Sadəcə özümüz üçün qeyd aparırıq. Yəni, trend yuxarıdır. Sonra keçirik H4-ə. H4-də həmən bu qrafik bizdə daha sıx görünəcək. Məsələn, daha xırda-xırda, aşağı-aşağı yuxarı görünəcək. Və baxırıq ki, okey, bizdə H4 də yuxarıdır. Yəni, 4 saatlıq time frame-də 4H yuxarıdır. Okey, belə bir şey ola bilər ki, dostlar, biz 1 saatlığa keçəndə görə bilərik ki, bizdə məsələn belə-belə qiymət gedib, deyək ki, yuxarı bir trend gedib, amma hal-hazırda bizdə 1 saatlıqda deyək ki, aşağı trend gedir. Biz baxırıq ki, bizdə günlük ümumi trend yuxarıdır, 4 saatlıq da bizdə yuxarı göstərir, amma H1-də bizdə aşağı trend gedir. Yazırıq H1 və yaxud da ki, fərqli də ola bilər. Məsələn, M15 də ola bilər. Sadəcə indi bunun üzərində göstərir. H1 aşağı. Bu bizdə nə deməkdir dostlar? Bu bizdə o deməkdir ki, bizdə məsələn 2 time frame əsas günlük və 4 saatlıq yuxarıdır. Yəni bizim ümumi trendimiz qeyd edirik ki, yuxarıdır. Bizdə H1 aşağı gedir. Bu nə deməkdir dostlar? Biz ümumi trendin yuxarı olduğunu aydınlaşdırdıq. Düzdür? Ümumi trend baxırıq ki, yuxarı gedir. Bu bizdə nəyi bildirə bilər? Məsələn, H1 nəyə görə aşağıdadır və yaxud da ki, H4 nəyə görə hal-hazırda aşağıdadır? Baxmayaraq ki, bizdə günlük trend yuxarıdadır. Biz nəzərə almalıyıq ki, bizdə günlük time frame-də şamın biri bir gün gedir. Yəni bizdə sadəcə günlük time frame-də korreksiya baş verə bilər. Yəni yüngül korreksiya. Halbuki bu bizdə H1-də aşağı bir trend kimi görünəcək. Amma biz bilirik ki, biz bayaq analiz elədik ki, bizdə trend yuxarıdır. Yəni burada bu zaman biz nə gözləməliyik? Məsələn, bizdə D artıq çönəndə, məsələn, çönür, görürük ki, okey, minimumu yaratdı və hal-hazırda gedir maksimumu yeniləməyə. D-də bizdə deyək ki, yuxarıdır. Hal-hazırda vəziyyət. H4-də də yuxarıdır. H1-də isə bizdə aşağı trend gedir. Biz time frame-ləri sinxronlaşdırmalıyıq. Sinxronizasiya nə deməkdir? Siz əgər D1-də və H4-də görürsünüzsə ki, trend yuxarı gedir, H1-də və yaxud da ki, gəlin bura qeyd edeyim, M15 də həmçinin ona aiddir və daha aşağı time frame-lərdə həmçinin. Siz bunları fərqli-fərqli də istifadə edə bilərsiniz. Məsələn, əsas time frame-dən götürə bilərsiniz H1-i. H1-də görə bilərsiniz ki, bizdə aşağı trenddir. M15-də yuxarı trenddir və yaxud da ki, M1-də hal-hazırda yuxarı trend gedir. Bunları yəni özünüz üçün əsas time frame-i götürə bilərsiniz və ondan aşağı analiz edə bilərsiniz və əsas time frame-in sizin üçün istiqaməti ilə aşağıdakı time frame-lərdə əməliyyat aça bilərsiniz. Bu nə deməkdir? Bizdə əgər D1-də deyək ki, yuxarı trend gedirsə və biz görürük ki, hal-hazırda deyək ki, biz buradayıq. Deyək ki də, hələ ki, ümumi trend bəllidir ki, bizə yuxarı gedir, amma hal-hazırda ortalardayıq və gedirik maksimumu yeniləməyə. İstiqamətimiz yuxarıdır. H1-də isə biz görürük ki, bizdə short gedir. Təbii ki də, bizdə D1-də yüngül bir korreksiyaya, bizdə H1-də bütün bir trendə bərabərdir. Yəni bunu nəzərə almaq lazımdır. Biz əməliyyata girməmişdən qabaq həmişə gözləməliyik ki, daha aşağı time frame-də bizdə struktur qırılsın. Biz bilirik axı bizdə günlük qrafikdə trend yuxarıdır. Baxın, həmən o trend yuxarını tutmaq üçün, o istiqaməti tutmaq üçün bizdə aşağı time frame-də deyək ki, H1-dir və yaxud da ki, H1-də analiz eləmişsiniz M15-dir, fərqi yoxdur. Biz baxın, belə bir şey görməliyik. Bizdə həmən H1-dəki hərəkət artıq pozulandan sonra, trend pozulandan sonra deyək ki, biz artıq əməliyyata girə bilərik. Biz axı analiz eləmişik ki, günlük time frame-də bizdə trend yuxarıdır. H1-də də baxın, bu həmən bu struktur pozulandan sonra yuxarıya doğru. Artıq biz əməliyyata girə bilərik. Yəni çoxları nə edir? Daha böyük time frame-də görür ki, məsələn, trend yuxarı gedir. Girir, məsələn, hələ ki bizdə H1-də short gedir.
girir long. Aşağı hərəkət gedə-gedə girir long ki, bizdə böyük time frame yuxarı gedir. Amma nəticədə biz görürük ki, yəni aidiyyatı yoxdur. Yəni H1 sadəcə aşağı trendlə davam eləyə bilər. Necə ki, bu günlük şamda sadəcə balaca bir korreksiya olacaq. Amma bizdə ümumi trend pozulmayacaq. Yəni baxın, deyək ki, bizdə hal-hazırda bunu sizə canlı da göstərəcəm. Baxın, deyək ki, bu günlük şamdır, okey? Gəlin bunun rəngini yaşıl eləyim, bizə aydın olsun. Baxın, bu günlük şamdır. Bunun içində 24 dənə sadəcə xırda çəkəcəm. Bizdə heç bura yerləşməyəcəkdir. Bizdə 1 saatlıq şam var. 24 dənə baxın. Bizdə bir gün 24 saat gedir də, biz bilirik bunu. Bizdə bu cür yəni xırda şamlar olacaq. Burada 24 ədəd. İndi hamısını çəkməyəcəm mən bura təbii ki. Bizdə H1-də balaca bir trend, yəni baxın, hətta bizdə elə ola bilər ki, buradan bura qədər cəmi hərəkət 3 saat. 3 saat ərzində bizdə aşağı əməliyyat gedə bilər və yaxud da ki, deyək ki, 10 saat. Tutaq ki, burada bizdə 10 dənə şam var. Bu onu bildirəcək ki, sadəcə bizdə baxın, bura qədər günlük şamda korreksiya olacaq. Yəni bu ümumi hərəkəti pozmur axı. Yəni bunu başqa rəng eləyim. Deyək ki, bura qədər bizdə sadəcə günlük şam geri korreksiya verir. Bizdə H1-də böyük bir short hərəkət baş verir. Amma bizim hərəkətimiz short deyil. Yəni bunu həmişə nəzərinizdə saxlayın. Biz gözləməliyik ki, H1-də də hərəkət bizdə longa çönsün. Yəni struktur pozulsun və bizim istiqamət longa çönsün. Ondan sonra əməliyyata girə bilərik. Çünki bir günlük şamda baxa bilərsiniz ki, istiqamət yuxarıdır, yəni trend yuxarıdır günlük qrafikdə. H1-də isə bizdə sadəcə korreksiya üçün yüngül aşağı ola bilər. Yəni bunu həmişə nəzərə alın. Eləcə də məsələn fərqi yoxdur. Siz görə bilərsiniz ki, bizdə H1-də aşağı trend gedir, M15-də yuxarı gedir. Məsələn siz əsas time frame əgər H1 olaraq götürürsünüzsə, H1-də aşağı gedirsə, M15-də yuxarı gedirsə, siz M15-də də trendin qırılıb aşağı getməsini gözləməlisiniz. Trend qırılandan sonra artıq aşağıya doğru girmək olar. Məsələn, gəlin hal-hazırda qrafika baxaq. Baxın, deyək ki, bizdə ümumi trend yuxarı gedir. Gəlin bunları silin buradan. Baxın, USD GPI-dir. Bu istiqamətdə bizdə konkret olaraq trend yuxarı gedib. Bunu da hardan bilmək olur dostlar? Bizdə swing low, swing high-lar yaranır. Baxın, məsələn, getdi, gəldi, həm FVG-ni doldurdu, həm də swing low yaratdı. Yəni ortada görürsüz, bir dənə şam var. Bizdə ən aşağıdadır, sağında, solunda da ondan yuxarıdakı şamlar var. Yəni bu ən aşağıdadır. Bu bizdə swing low sayılır. Sonra getdik biz deyək ki, maksimumu yaratdıq. Baxın, burada yaratmışıq biz maksimumu. Görürsüz, bu bizdə swing high-dır dostlar. Görürsüz, ən yüksək şam və sağında solunda da ondan aşağıda bağlanan şamlar. Burada və burada da eyni məsələ. Bu da bizdə swing low yaradıb burada. Düzdür? Biz görürük ki, məsələn, bizdə trend yuxarı gedir. Yəni ümumi baxanda bizdə trend yuxarı gedir. Düzdür? İndi bizdə günlük şamda baxanda biz görürük ki, bizim korreksiyamız günlük şamda 1 gün, 2 gün, 3, 4, 5 6 gün dostlar, demək olar ki, bir həftə bizdə korreksiya gedib. Yəni bu bir həftəlik korreksiya bizdə 4 saatlıq və yaxud da ki 1 saatlıq şamlarda həftəlik shorta bərabərdir. Yəni bunu biz çevirsək 1 saatlığa, biz orada görə bilərik ki, bizdə bir həftə dayanmadan short gedib. Yəni başa düşürsüz, halbuki bizdə ümumi trend yuxarıdır. Biz bu korreksiyadan sonra artıq qiymət burada bərkiyəndən sonra, swing low yaradandan sonra qiymət bağlandı yuxarıda. Deyək ki, lap baxın, bu yerdən gəldi artıq, bağlandı, bərkidir burada və gedir yuxarıda, düzdür? Biz bu yerdən artıq, baxın, bu zonadan, bu zonanı işarə eləyim, deyək ki, D1, okey. Yazıram bura ki, bu bizdə günlük qrafikdir. Düşürəm, deyək ki, 4 saatlığa. Baxın, keçid edim 4 saatlığa, indi o zonanı tapaq biz orada. Hə, baxın, görün burada nə qədər şam var. Burada bizdə əməlli başda hərəkət var, amma orada bu sadəcə bir neçə şamdır. Düzdür? Okey. 4 saatlıqda da biz görürük ki, trend yuxarıdır. Okey. Yəni biz burada swing low-nu yaratmışıq və gedirik üzü yuxarıya doğru. Daha dəqiq olsun deyə deyək ki, baxın, buradan giriş eləmək istəyirik. Longa tərəf. Çünki bizdə ümumi trend yuxarıdır. Keçid edirik 1 saatlıq time frame-ə. 1 saatlıqda hal-hazırda orada tamam fərqli bir görüntü olacaq. Görün burada nə qədər şam var. 1 saatlığa da keçid eləyəndə biz görürük ki, bizdə trend yuxarıdır. Məsələn, bu zonada. Baxın, daha da yaxınlaşdırıram. Deyək ki, biz artıq buralardan, baxın, bu şamdan bizdə burada trend qırıldı. 1 saatlıqda görürsüz, qırılma baş verib bizdə. Bizdə aşağı trend gəlirdi, dediyim söhbət. Görürsüz, çox konkret olaraq bizdə trend gedirdi. Lower high, lower low, lower high, lower low, lower high, lower low, lower high, lower low. Okey, bizdə trend qırıldı. Baxın, bu zonada konkret olaraq dəqiq bilmək olardı ki, bizdə trend qırıldı 1 saatlıqda. Görürsüz, biz günlükdə analiz eləmişdik.
1 saatlıqda biz artıq daha dəqiq giriş nöqtələrini tapa bilirik. Çünki 1 saatlıqda biz görürük ki, burada konkret trend gedib aşağı və bizdə istiqamət qırılıb hal-hazırda gedir lonqa tərəf trend. Və burada da biz artıq korreksiyadan, necə ki, burada FVG yaranıb bizdə, baxın, bu zonada. Belə bir FVG var idi. Baxın, indi yazıram ki, mən bura 1H FVG. Böyük time frame-dən düşürük aşağı. D1-i sadəcə burada bərkidəcəm ki, mən daha rahat o zonanı tapım. İndi biz buradan keçid edirik 15 dəqiqəlik time frame-ə. Bu da bizdə 15 dəqiqəlik time frame. Və biz burada daha dəqiq görürük ki, artıq burada bizdə FVG-yə hətta 3 dəfə toxunuş olub. Deyək ki, lap biz buradan girmək istəmirdik. FVG-dən biz artıq istəyirdik ki, bu maksimum yenilənsin. Biz artıq çıxaq bu zonadan. Çünki bizdə burada konsolidasiya gedib. Bu zonadan çıxandan sonra artıq, məsələn, əməliyyata burada bərkiyəndən sonra deyək ki, yüngül korreksiyadan sonra girə bilərdik. Artıq 15 dəqiqəlikdə fikir verin. Biz günlük time frame-də məsələn gördük ki, bizdə trend yuxarı gedir, düzdür? Burada bu sadəcə bir neçə şamdır, yəni bir neçə günlük şamdır. Görürsünüz 1 şam, 2 şam, 3 şam, 4 şam, 5 şam, 6 şam. Bu 1 saatlıq time frame-də bir ömür şama bərabərdir və 1 saatlıqda burada konkret olaraq aşağı trend gedirdi. Biz bunu aydınlaşdırdıq. Sonra keçdik 4 saatlığa. 4 saatlıqda da gördük ki, burada bizdə trend qırıldı və trend yuxarıya doğru gedir. Ümumi hərəkətə də biz fikir versək ki, bizdə trend yuxarı gedir də, yəni. Burada shorta niyə girəsən ki? Burada biz FVG-ni doldurub buradan artıq başlamışıq yuxarı getməyə yenidən. Bu sadəcə korreksiya idi. Günlük time frame-də biz korreksiyanı elədik. Burada bizdə trend qırıldı, artıq geri qayıtmağa başlayanda, yuxarı getməyə başlayanda biz düşürük aşağı time frame-lərdə və oradan sadəcə artıq giriş nöqtələri axtarırıq. Nəyə görə dostlar? Çünki günlük time frame-də biz əgər buranı higher high kimi qəbul eləmişiksə, yuxarı time frame kimi, bunu da higher low kimi qəbul eləmişiksə, bizdə bu qiymət əgər yuxarı çönübsə, bu qiymət yəni buranı 100% keçəcək. Əgər bizdə trend yuxarı gedirsə və biz artıq daha aşağı time frame-lərdə giriş nöqtəsi taparaq həmən bu boyda hərəkəti götürə bilərik. Başa düşdünüz? Yəni biz günlükdə belə baxa bilərik ki, baxın. Önəmli şeylər nədir? Önəmli şeylər odur ki, dostlar, siz günlükdə hərəkətlərə fikir verəsiniz. Məsələn, çox adam deyə bilər ki, bizdə məsələn bu zonada sadəcə trend çöndü, aşağı getdi. Amma halbuki biz görürük ki, burada bizdə günlük time frame-də FVG var. Düşünə bilirsiniz, yəni günlük time frame-də. Biz əgər belə bir hərəkəti görürüksə, bir neçə gün artıq short gedir. Biz sadəcə gözləməliyik ki, bu FVG-yə gəlsin günlükdə və buradan artıq başlasın geri qayıtmağa. Buradan artıq geriyə reaksiya alandan sonra gəlin lap baxaq. Yazaq day FVG. Yazıram sadəcə rahat tapa bilim deyə. Gəlin keçid eləyək, deyək ki 4 saatlıq time frame. Burada bizdə bu hərəkətin konkret olaraq artıq dönüş nöqtəsi harda idi? Dönüş nöqtəsi baxın bu zonada idi. Qiymət gəldi bizdə burada yuxarıdan bağlandı. Okey, biz gözləyirik 4 saatlıqda. Getdi, sadəcə gəldi baxın. 4 saatlıqda da bizdə burada FVG var idi. Baxın bu bir-birinə 2 dənə sancılmış iynədə bizdə FVG-dir. Biz bura reaksiyanı gözləməliyik. Biz burada artıq qeyd eləməliyik. Məsələn 4H FVG giriş nöqtəsi kimi. Bizdə artıq qiymət buranı tərk eləyəndən sonra baxın bu zonada yox. Buranı tərk eləyəndən sonra biz ən azından deyək ki, burada 1-2 dəfə minus eləyə bilərik. Tamam. Razıyam sizdən. Məsələn, buradan düşünmüsünüz ki, FVG var, qiymət buranı doldurub retest eləyib gedəcək. Burada bir dənə minusunuz nağdından var idi. Yəni bu danılmaz bir faktdır. Okey. Sonra olaraq biz haranı məsələn daha dəqiq görə bilərdik. Baxın bu bir-birinə sancılmış və bir-birinin arasında olan qap, yəni görürsüz burada heç şam olmayıb. Bura çox güclü bir FVG zonasıdır və qiymət buranı test eləyib. Qiymət artıq buranı test eləyib qayıdandan sonra gördük ki, yuxarıda bağlandı. Okey. Qayıtdı, yuxarıda bağlandı. Əla. Biz keçid eləyirik dostlar 1 saatlıq time frame-ə. Yəni 100%lıq təbii ki bir şey yoxdur dostlar. Bizdə minuslar olacaq və mən o minusları sizə açıq aydın deyirəm ki, sizdə harda minus olacaqdır. Biz burada 1 saatlıqdan reaksiya aldıq, gəldik və buranın üstündə bağlandıq. Baxın. Bu zonanın üstündə bağlandıq. Konkret olaraq bizdə artıq keçid baş verdi yuxarıya. Yəni bizim hərəkət yuxarı davam edir. Düzdür? Buradan artıq baxın 1 saatlıq time frame-də bizdə burada fair value gap var. Və bura keçid eləyəndə artıq buradan yuxarıda bağlandı axı qiymət və dönür FVG-yə, həm də retest zonasıdır da bu. Biz buranı belə böyütsək görə bilərik ki, bizdə qiymət bura dirənmişdi. 1 saatlıq time frame-də qiymət oranı keçdi və sadəcə test üçün gəlir. Testdən əlavə də burada 1 saatlıq FVG var. Baxın, yazıram bura 1H fair value gap. Okey. Və indi mən buranı İşarə eləyəndən sonra keçid eləyirəm 15 dəqiqəlik time frame-ə. Yəni bu şey çox vacibdir. Baxın, time frame-lər arasında keçid eləməyi həmişə yadınızda saxlayın. 15 dəqiqəlik time frame-ə keçdim. 15 dəqiqəlik time frame-də də dostlar bizdə belə çox gözəl bir situasiya baş verib. Qiymət bizdə gedib
Burada bizdə FVG var. Hətta 5 dəqiqəliyə keçsən burada konkret olaraq bizdə FVG zonası var. Qiymət keçdi oranı dostlar, gəldi. Yenidən FVG-yə toxundu. Buradan artıq biz M15-də ən aşağı time frame-də əməliyyata giriş eləyə bilərdik. Görürsüz, ondan sonra da qiymət bizdən nə qədər gedib, ondan sonra artıq çönüb də, qayıdıb da. Bu sadəcə korreksiyadır. Görürsüz, yəni biz baxın, bu işarələdiyim bizdə günlük time frame-indir. Düşünün, bizdə bu 15 dəqiqəlik time frame-də görün necə görünür. Burada bizdə 15 dəqiqəlik time frame-də yuxarı trenddə olub, aşağı trenddə olub, təzədən yuxarı trend olub. Görün nə qədər trend dəyişib. Amma halbuki, baxın, bu zona bizdə günlük time frame-də sadəcə korreksiya idi. Yəni biz burada görürük ki, baxın, günlük time frame-də bizdə short gedir. Günlük time frame-də short getdiyi zaman burada M15-də bizdə hətta qiymət yuxarı getdiyi vaxt olub. Görürsüz, ona görə deyirəm ki, time frame-lər bizdə uyğunlaşmalıdır. Yəni siz D1-də görürsüz ki, aşağı trend gedir. M15-də məsələn və yaxud da ki, H4-də görə bilərsiniz ki, bizdə yuxarı gedir. Biz gözləməliyik ki, bizdə bu struktur qırılsın. Bu struktur da bizdə harda qırıldı? Bu struktur bizdə qırıldı, baxın burada. Qiymət buranı qırandan sonra M15-də artıq bizdə günlük time frame ilə sinxronlaşma baş verdi. Burada bizdə FVG var idi. FVG-dən əməliyyata giririk, əməliyyata girmirik daha doğrusu. Sadəcə nümunə üçün göstərirəm. Bu bizdə dostlar günlüyün korreksiyasıdır. Məsələn, girdik, stop loss-u atdıq aşağı, okey, trend bizdə aşağı davam edir. Deyək ki, lap günlüyün korreksiyasıdır və biz burada artıq trend davamı haradır? Məsələn, buradır da bizdə. Günlük time frame short gedir. Götürə bilərik məsələn. Realdır, o qədər də yox, amma yəni belə bir analiz aparmaq olar. Sadəcə burada günlük time frame bizdə long gedir deyə ümumi trend. Burada biz gözləməliyik ki, məsələn, belə bir time frame-lərdə bizdə trend yuxarıya doğru qırılsın ki, biz yuxarı əməliyyata girək. Yəni burada aşağılara bu boyda məsələn günlük time frame-də kiçik bir korreksiyanı götürmək lazım deyil. Time frame-lərin arasında keçid eləmək vacibdir, amma özünüzə bir əsas time frame seçin. Hansı ki, ona uyğun siz trendi tapacaqsınız. Daha balaca time frame-də isə dostlar siz giriş nöqtəsi axtaracaqsınız. Bu dərslik bu qədər dostlar. Ümidvaram ki, hər şeyi anladınız və hər şeyi başa düşdünüz. Hər birinizə uğurlar. Növbəti dərsdə görüşənədək.